Mədədəki bəzi hüceyrələr turşu ifraz etdiyi halda, bu hüceyrələrin yanındakı başqa hüceyrələr də həssas bir tarazlıq içində yapışqan maye ifraz edir. Mukus adlı bu maye mədənin səthini örtüb, mədə divarlarını bu təsirlərdən bir qalxan kimi qoruyur. Mədədəki bu qoruyucu şərait necə əmələ gəlir? Nəzərə alsaq ki, bu turşunun hətta bircə damlası da xalçada böyük bir dəlik açacaq qədər güclüdür. Onda bu formulun hesablanmasındakı cüzi səhv mədənin turşular tərəfindən əridilməsi demək olacaqdı. Mədə hüceyrələrinin hansı maddəni nə vaxt ifraz edəcəklərini bilən hansı qüvvədir? Şuursuz atomlardan əmələ gələn hüceyrələrin belə bir ağla və qabiliyyətə malik olduğunu iddia etmək sizcə məntiqlidirmi?